bu şəxslər 5000 manat cərimələnəcək. Ehtiyatlı olun, cərimə dalınca gəlir. Demək ki, İnzibati Xətalar Məcəlləsində yeni maddələr əlavə edilir. Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı topdan və pərakəndə satışı və satış məqsədi ilə saxlanılmasına görə cərimələr müəyyənləşib. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan sənədə əlavə edilən yeni maddəyə əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədi ilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manata qədər məbləğdə, vəzifəli şəxslər isə 1650 manatdan 2200 manata qədər məbləğdə, hüquqi şəxslər isə 4000 manatdan 5000 manata qədər məbləğdə cərimə ediləcəklər. Qanun qəbul edildiyi təqdirdə aprelin 1-dən qüvvəyə minməsi də gözlənilir, dəyərli izləyicilər.